Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu, Huggies uşaq bezlərinin xüsusi sponsorluğu, Kotex qadın bezlərinin sponsorluğu ilə başladı. Salam, mənim əzizlərim, xoş gördük. Yenə də Şəfalı Həyat sizinlədir. Mən isə sizin həkim dietoloq Şafa Yadigarova bugün də sizinləyəm. Təbii ki, əgər Şəfalı Həyat sizinlədirsə, deməli faydalı məsləhətlər, maraqlı ifalar, gözəl söhbətlər elə sizinlə, bizimlə bərabər olacaq. Odur ki, bizi izləyin. İndi isə istəyirəm qonaqlarımı təqdim edim. Bugün studiyamızın qonağı Kimberly Clark şirkətinin Azərbaycan və Türkmenistan üzrə regional meneceri Rafiq Ləzgiyev bugün studiyamızın qonağıdır. Rafiq bəy, buyurun, xoş gəlmişsiniz. Necəsiz? Xoş gördük. Keçmiş bayramlarımız da mübarək olsun. Sizə uğurlar arzu edirəm. Xoş gördük hər zaman olduğu kimi. Sağ olun. Mən də fürsətdən istifadə edib ki, keçmiş həm Ramazan bayramı, həm Novruz bayramı münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Qoy bu bayramlar hər bir evə sağlıq, huzur, mutluluq və ən aşağı sağlamlıq gətirsin. Və bir şey unutmayaq ki, sağlamlıq hər bir ailənin ən təməl dəyəridir. Sağlam qalmaq üçün çalışmalıyıq, yəni ailəmizi sağlam tutmaq üçün çalışmalıyıq və bu da bizim üçün prioritet məsələ olmalıdır. İnşallah ki, yeni ildə, yəni yeni bu gələn Novruza qədər, gələn Ramazan ayına qədər bütün ailədə ancaq sağlıq olar, ailədə ancaq körpə gülüş səsi gələr, ana rahatlığı səsini eşidərik. Biz də buna ancaq baxıb sevinərik. Çox sağ olun, Rafiq bəy. Buyurun, əlləşin. İndi isə istəyirəm bizim gözəl ifaçımız, gözəl müğənnimiz Məryəm xanım Şabanovanı ifasından studiyamıza dəvət edək. Öpür kucak
anda sözün əsl mənasında sizdən bir enerji gəldi. Siz Əzizim, xəbəriniz xoş var idi. gördük. Mən çox sağ olun. Hoş gəlmişsiniz nəhayət ki studiyamıza. Təşəkkür edirəm. Sizdən bir gözəl enerji gəldi. Siz inanmırsınız da, yine siz öndə rəqs edirdiniz. Rafiq müəllim də gördü. Mən arkada dayana bilmirdim. Bir əzəvacım olsa elə sizlə burada əməli başda biz rəqs edirik. Konsentrasiya o tərəfə verdim. Çox gözəl bir Teşekkür enerjiniz ederim, var. Çox çok sağ gözəl olun. ifavız var və Məryəm xanım, bax artıq bayramlarımız bitdi. Elə Rafiq müəllimə də sualla müraciət edəcəm. Birinci sizə təşəkkür edirəm ki, bugün studiyamız qonağı Rafiq bəy Ləzgiyev və bizim sevimli müğənnimiz Məryəm xanım Şabanovadır. Bayramlar bitdi və təbii ki, hər kəs kilo alıb. İstədi, istəmədi. Məryəm xanım, mənlə razısınız da Bu yəqin ki. mövzu mənim üçün yaxındır. Çünki mən o problemi yaşayan insanlardan biriyəm. Mən son bir il yarımda 10 kilo çəki almışam. Səbəb də var idi bu əməliyyatdan və qarmon Dəyişiklik. ay sağ ol. Bundan sonra belə oldu. Və bu mənim üçün çox maraqlıdır. Danışarıq. Gəlin belə eləyək. Elə bugün bayramdan sonra biz Leyla Ramazanlı ilə də elə başladıq. Elə efirə gəldi, qonağımız oldu. Dedi kilo almışam və biz ona çox gözəl çəki veririk. Hətta bayram efirimizdə də gəlmişdi, çox incəlmişdi. Elə bugün elə bayramdan sonra Məryəm xanım Şabanova ilə bərabər bir start veririk. Əl-ələ gördünüz ki, artıq biz bir müqavilə bağladıq, bəli. Və bir neçə Nəticələri də göstərərəm böyük sevinclə. Bir neçə efirlərdən sonra Məryəm xanım Şabanovanı gözəl bir incəlmiş bir formada görəcək. Məryəm xanım, başlayaq. Böyük şadlanma olmaq. Təşəkkür edirəm. Odur ki, artıq Məryəm xanımın o problemini biz həll elədik və növbəti efirlərdə Məryəm xanımın daha incəlmiş, o 10 kilosu olmamasını görəcəyiz. Onu da deyim ki, Məryəm xanım, mən iynəsiz və dərmansız kilolardan azad edirəm. Özümə xüsusi bir müəllif özüm olan xüsusi proqramlarım var. Çox da gözəl effekt verir. Effektlə də bərabər həm gözəlləşirsiniz, həm canlanırsınız. Bu enerjiniz də üstünə biraz da enerji gəlir. Çox Studiyamız maraqlıdır. partlayacaq təsəvvür edin də. Yəni studiyamızda böyük bir enerji olacaq növbəti gəlişlərdə. Təşəkkür edirəm. İstəyirəm elə Rafiq bəydən başlayaq. Çünki Rafiq bəy hər zaman gəlir, öz məhsulları haqqında doğrudan da faydalı məsləhətlər, açıqlamalar verirsiniz. Bugün də istəyərdim ki, bir ətraflı məlumat verəsiniz. Hal-hazırda bizi izləyən analar var, xanımlar var. Yəni biz hər kəsə bu faydalıdır. Məhsullarınızın tərkibi allergik reaksiyasını minimuma endirmək üçün necə hazırlanır? Çox sağ olun, yenə bu maraqlı mövzuya toxundunuz. Açığı, ilk dəfə biz sizin proqrama gələndə biz bilirdik ki, Azərbaycanda onsuz da gigiyena ilə bağlı yetərincə məlumat yoxdur. Biz də o niyyətlə çıxmışdıq onsuz da proqrama ki, bu məlumatı insanlara çatdıraq. Amma bu bir neçə proqramdan sonra biz də çox gözəl pozitiv geri dönüşlər aldıq, hətta zənglər aldıq ki, çox maraqlı gəldi, bizim də xoşumuza gəldi ki, insanlar həqiqətən bundan maraqlanmağa başladı. Çünki bugünə qədər gigiyenaya ancaq belə ötəri bir şey kimi baxılırdı ki, yəni normal bir şeydir, istifadə elə at kimi bir şey. Amma detallara indiki gördülər ki, yox, gigiyenanın əslində bizim həyatımızda çox mühüm rolları var. Sualınıza gəldikdə isə əlbəttə ki, bu yəni yadınızdansa keçən proqramda da biz danışmışdıq ki, bizim bez istehsalımız artıq bir əsrdən çox 106 il bundan 106 il bundan öncə elə siz ilk qadın bez istehsalçısı olub bizim şirkət və o zamandan bəri bir sürü innovasiyadan keçib və bunların hamısı əlbəttə ki, zamanın və qadınların tələblərindən yola çıxaraq biz bu vəziyyətə gəlib çıxmışıq bugünkü halda. Bunların içərisində eyni zamanda dediyiniz o səpkilər, qızartılar, şikayətlər, nə varsa bunları nəzərə alaraq hər səfərində bunlara uyğun yeni sertifikatlar, innovasiyalar edərək artıq bugünkü hazırda olan, bazarda olan kodeks çeşidi nədirsə, onlara biz bu şəkildə gəlib çatmışıq. Və bunların hamısında arxasında mütləq bütün sertifikatlar var. Hansı dermatoloji standartlara uyğun olaraq sizin dediyimiz kimi bezləriniz istər qadınlar üçün, istər yeniyetmələr üçün hazırlanır və dəridə heç bir reaksiya dediyimizə görə vermir, heç bir qızartı, heç bir qıcıqlanma vermir. Bu dermatoloji hansı standartlara uyğun olaraq hazırlanır və hansı standartlar var? Standartlar bizə əsasən özümüzdən bunu biz təyin eləmirik. Bu tamamilə Ümumdünya Səhiyyə Təşkilatına bizə gələn tələb üzərinə qurulur bunların hamısı. Burada pH dəyəridir, parabensiz olmalıdır, xlor olmamalıdır, kimyəvi maddədən demək olar ki,
yəni sıfır olmalıdır və ən əsası üst qatı dəri ilə təmas edən, istəyir uşaq bezi, istəyir qadın bezi fərqi yoxdur. Tamamilə natural xam maddədən istifadə olmalıdır. Məsəl üçün pambıq kimi və ya bambu kimi. Bunların hamısına nəzarət edildikdən sonra və əlavə olaraq da bütün bunlarla bir yerdə bir də hava keçirən olmalıdır. Yəni hava keçirən olmazsa, yəni bu saydıqlarımızın bir çoxunun demək olar ki, heç bir önəmi qalmır. Bütün bu standartları əməl etdikdən sonra artıq biz o mövcud vəziyyətdə o dediyiniz bütün o qızartılara, nə bilim, qaşıntılara, hər nə olsa bunların qarşısını almaq üçün biz bu şəkildə bunları əldə etmişik və bütün istehsal etdiyimiz bezlərin hamısında da bu özəlliklərə mütləq riayət olunur. Yəni sizin bütün bezlər, istər qadınlar üçün olan, istər yeniyetmələr üçün olan, bütün bu dediyiniz kimi dermatoloji standartlara cavab verir. Bəli, çünki tərkiblərində heç bir kimyəvi vəsitə yoxdur, heç bir qatqı yoxdur, heç bir paraben yoxdur, heç bir ətir verici maddələr yoxdur. Bu da çox önəmlidir. Ona görə heç bir qıcıqlanma, allergik proseslər, səpkilər və s. xoşa gəlməyən hallar yaratmır. Bir də ətirlə bağlı bir şey əlavə edeyim ki, bizim heç bir bezlərimizdə ətir yoxdur. Ətir olma səbəbi də nədir? Ətirin nə üçün vururlar bezlərə? Bunu bilmək önəmlidir. Bəzən ətir insanların xoşuna gəlir, deyir ki, ətir olması önəmlidir. Amma ətirin vurulma səbəbi odur ki, bezlərin bilirsiniz ki, bəlli bir qatlardan istifadə olunur. Misal üçün, qadın bezi 6 qatdan ibarətdir, uşaq bezi 9 qatdan ibarətdir. Biz onu hər nə qədər özümüz ayırt edə bilməsək də, bu istehsal prosesində bunların hamısı istifadə olunan qatlardır. Bu qatları da bir-birinə yapışdırmaq üçün kleydən istifadə olunur, yapışqandan istifadə olunur. Yapışqanlar keyfiyyətsiz olduqda ona nəcis də dəyəndə, hər hansı bir maye də dəyəndə çox pis qoxu verir. O qoxunun qarşısını almaq üçün əslində o sən demə, bu belə deyək, aldadıcı bir marketingdir. Bəli ki, onun qarşısını almaq üçündür. Amma əgər o yapışqanlar keyfiyyətlidirsə ki, bizim onda belə standartlara uyğun istifadə olunur, heç bir şəkildə buna hər hansı bir maye dəydi, qoxu vermədiyi üçün bizim ona ehtiyacımız da yoxdur. Təşəkkür edirəm. Təşəkkür edirəm Rafiq bəy, çox sağ olun. Çox dolğun, çox ətraflı verirsiniz. Elə istəyirəm. Məryəm xanım, gəlin elə bu anda da sizin gözəl bir ifadınıza keçid alaq.
şeker burası, bal kimi fetir semenin, Selif Naxçıvan lavaşı, Bakımızın baklavası, Qarabağ şeker burası, bal kimi fetir semenin. Gözəlimiz Məryəm xanım, təşəkkür edirəm gözəl ifamıza görə, Çox sağ o olun. enerjimizə görə, o rəqsimizə görə, o sevgi ilə, o bütün tamaşaçılarımıza, o sevgi bizi ötürdüyümüzə görə təşəkkür edirəm. Çox Var sağ olun. olasınız, çox sağ olun. Sizcə Novruz bayramı məhz uşaqlar üçün bir bayramıdır, hə? Çünki uşaqların Valideynləri. daha sürətli bir metabolizm var bizdə yox. Mən şirniyyəti yemirəm də bu bayramda. Yemədim. Uşaq olardım 10 dənə baklava yerdim. Valla Məryəm xanım, Yox, belə yemirəm, yemirəm. düzdür, mən indi diyetoloqam, həkim diyetoloqam, amma siz hər bir halınızda gözəlsiniz. Bunu bir doğrudan, bir belə deyək də, səmimi qəbul edin. Sizə hər bir çəki, hər bir görkəm yaraşır, amma əgər siz istəyirsinizsə, o kilolardan azad olaq, ondan narahat olmayın. Növbəti Saxlamaq üçün efirlərdə, məncə. İlk növbədə saxlamaq növbəti üçün. efirlərdə söz verirəm. Çox sağ olun. Bizim tamaşaçıların da önündə, Mən o bax sözü buradan elə tutdum. söz verirəm ki, siz bizim sevimlimiz, gözəlimiz Məryəm xanımın Şabanovanı tam fərqli bir formada görəcəksiniz. Rafiq bəy, bəs siz formada qalmaq üçün bu bayramlarda yedinizmi bu şəkər, bura, paxlava, qoqal, aş, siz yedinizmi, amma düzünü deyin. Yedik, yedik Ya, amma az yedik. maşallah, formada siz deyirsən heç vaxt kökəlmirsiniz. Yox, əslində bir balaca belə, dedim, kontrollu adından qaçırsaq kökənir. Artıq özünüzü formada saxlayırsınız. Bəli, çalışırıq. Deməli, doğrudan da bəzi insanlar düşünür ki, ay mən bu formada qalmaq üçün heç bir, belə deyək də, zəhmət çəkmirəm, bu anadan gəlmədir. Hətta mən də, inanın, bugün hardasa bir saat qaçmışam, yürüyüş etməmişəm, qaçmışam, papağımı geyinirəm, boğazımı bağlayıram, əlcək geyinirəm və kroslarımı və yürüyüş edirəm, hər gün qaçıram. Odur ki, formada qalmam və sağlam qidalanıram, artıq 15 ildən çoxdur. Ona görə də hər birimizə buradan sağlam həyat arzu edirəm. Rafiq bəy, mən bir sual vermək istəyirdim. Yeni bir layihələr, hansılarsa, məsələn, planlarımızda varmı bu? Yeni mövsümlərdə belə bir projelərimiz varmı? Məsələn, təlim kimi insanlara bunu bildirmək üçün. Çünki doğrudan da keyfiyyətli məhsulları, mən ümumiyyətlə keyfiyyətli bir məhsulu hər zaman bildirmək lazımdır. Gözəl ifaçıları, belə deyək də, sənətlərini göstərmək lazımdır. Savadlı, peşəkar mütəxəssisləri insanlara tanıtmaq lazımdır. Elə biz şəfalı həyat olaraq, şəfalı həyat verişimizin əsas missiyası odur ki, biz insanlara faydalı olmalıyıq. Bəli, bəzi insanlar, məsələn, fəaliyyətləri nədir? İnsanlara hansısa bilgilərini verirlər. Bəzi insanlar, məsələn, sənətlə insanlara o gözəl şəfa verirlər. Amma bəzi insanlar var ki, insanlara belə deyək də, faydalı məsləhətlərindən faydalanmaq üçün onlara kömək edirlər. Bax, elə siz də, bu məhsullarımızın insanlara onu bildirmək üçün hansısa bir seminarlarmı, yeni bir tanıdığım təlimlərmi, tanıdığım projelərmi edirsinizmi? Əlbəttə ki, bizim daha çox görüşlərimiz olur farmasevtlərlə. Biz birbaşa onlarla görüşürük. Bütün yeniliklər, məhsulun özəllikləri. Çünki biz bilirik ki, insanlar istər-istəməz mən ağ xalatlı biri görəndə ona daha çox güvənirlər. Yəni o ağ xalatlı insanlarda gərək məlumatlı olsun ki, düzgün məlumat çatdıra bilsinlər. Biri var, bazarda bir çox brend var. Yəni bizim rəqiblərimiz olan, yəni bizim kateqoriyada olan bir çox brendlər var. Amma farmasevt, misal üçün, aptekdə bir dənədir. O bütün brendlər haqqında məlumat ola bilməz və ya hər hansı bir innovasiya haqqında məlumat ola bilməz əgər bunu biz gedib çatdırmasaq. Biz bugünə qədər niyə daha çox bunun üstünə getmədik? Bizim üçün bizə reklam xarakterli iş görmək istəmirik. Çünki bizim sadəcə tək istəyimiz odur ki, gigiyena haqqında insanların yetərincə məlumatı olsun. Yəni gigiyena haqqında məlumatı olan zaten seçimini artıq özü necə deyim, filtr edib düzgün seçim edəcək. Bəli, seçəcək o. Biz də onu çatdırmağa çalışırıq. Bizim üçün önəmli olan burada tamamilə reklam deyil də daha çox insanları maarifləndirmək tərəfindəndir və bununla bağlı da işlər görülür və görürük də. Hətta sadəcə mən belə deyim, sadəcə Azərbaycanda deyil, mən başqa ölkələrdə də bununla bağlı getdim. Türkmənistanda da misal üçün görüşdük. Orada da getmişdik. Bunun Gürcüstanda dəfələrlə görüşümüz olub. Farmasevtlərlə, xanımlarla görüşürük orada. Onlara məlumatı çatdırırıq. Hətta bəzən çox maraqlı olur ki, belə diskusiya vaxtı gigiyen haqqında məlumat veririk. Xanımların bir çoxu deyir ki, biz heç bunda da xəbərimiz yox idi. Yəni əslində bu qadınların istifadə elədiyi bir şeydir, amma bu qadınların bundan çoxunun məlumatı yoxdur. Yəni biz bəzən necə deyim, alışqanlıq olur bəzi bir şeylər istifadə eləmək.
gündəlik istifadə edirəm, amma biz belə deyək də rutin detallar. olaraq istifadə Bəli. edirik. Amma onun o keyfiyyətində və tərkibində nə olduğunu da məlumatımız olmur. Amma rutin olaraq onu istifadə edirik. Hətta onu vurğulamaq istəyirəm ki, keçən efirlərdə də biz onu paylaşmışdıq. Bizim Şəfaət Coffee and Health Foodumuzun qonağı elə Rafiq bəy oldu, bütün komandasıyla bərabər və orada 30-dan çox, harca 40 xanım tədbirimiz var idi. Şəfalı bir tədbirimiz var idi, toplantımız var idi. Orada müxtəlif mütəxəssislər var idi, ginekologlar var idi, pediatrlar var idi, endokrinoloqlar, psixoloqlar və Rafiq bəy də oradaydı və bütün xanımlarımıza hətta o məhsul haqqında, müxtəlif bezlər haqqında məlumat verdi və hətta hədiyyələr də təqdim etdi. Bu bir həm tanıdım idi, həm xanımlara bir məlumat idi. Hətta həm də onu da vurğulamaq istəyirəm ki, gigiyena hər zaman bizim ayrılmaz bir hissəmiz olmalıdır. Necə ki, məsələn, pandemiyada biz daha çox nəyə öyrəndik? Əllərimizi yumağa, məsələn, bu gigiyena bizdə artıq rutinə çevrildi. Elə də xanımlar hər zaman, məsələn, mən özüm həkim olduğuma görə mütəmadi də onu da vurğulaya bilir. İcazəm də var, ixtiyarım da var onu deməyə ki, bəli, əziz xanımlar, hər zaman gigiyenanıza fikir verin. Evladınızın gigiyenasını, binövrəsini düzgün qoyun. Çünki hər şey binövrədən başlayır. Sonradan mən edərəm, elə bir şey yoxdur. Ona görə hər şey binövrədən. Necə ki, hər zaman deyirəm ki, günü bugündən, bugün qərar verin və bugündən ona addım edin. Necə ki, Məryəm xanım artıq bugün elə bizim verişimizə qərara gəldi ki, kilolardan azad olacaq və bugün o qərarı verdi və artıq start verdik. Elə də siz mənim əzizlərim, elə günü bugündən düzgünü, doğrunu seçin və şəfalı həyatı hər zaman izləyin və bizimlə bərabər qalın. İndi isə keçid alırıq reklamlara. Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu, Huggies uşaq bezlərinin xüsusi sponsorluğu, Kotex qadın bezlərinin sponsorluğu ilə davam edir. Sağlam qidalanma hardadır? Təbii ki, Şəfalı Həyat Coffee and Healthy Food'da. Hər ay burada gözəl xanımlarla bərabər həm seminarlar keçiririk, həm maarifləndirici məlumatlar veririk və təbii ki, sağlam qidalanırıq. Sizi də dəvət edirəm, bizim məkanımıza gələsiniz. Şəfaət verilişinin xüsusi sponsoru Huggies uşaq bezləridir. Huggies bezləri uşağımızın həssas dərisi üçün nəzərdə tutulub. Onun tərkibində olan təbii pambıq lifləri isə tam qıcıqlanmadan qoruyur. Tərkibində heç bir kimyəvi vasitə yoxdur. Xlor, paraben, ətir verici maddələr olmadığına görə tam təbii tərkibə malikdir. Bezlər çox nazik olmasına baxmayaraq 99% mayyəni özünə hopdurur. 12 saat istər gecə, istər gündüz tam quruluğu təmin edir. Huggies Panda bezləri tam təbii və komfortlu materiallardan təqdim olunur. Bu da dərisi həssas olan körpələrimiz üçün ana qayğısı kimi diqqətlidir. Şəfalı Həyat verilişimizin sponsoru Kotex qadın bezləridir. Əziz xanımlar, siz də sağlamlığınızı təmin etmək istəyirsinizsə, Kotex qadın bezlərinə müraciət edə bilərsiniz. Kotex qadın bezlərinin özəlliyi ondan irəli gəlir ki, tərkibində olan maddə hitazan tam antibakterial effekt verir və 99% bakteriyaları məhv edir. Bu da bizim sağlamlığımızı təmin edir. Kotex qadın bezlərinin tərkibində heç bir kimyəvi vasitə yoxdur. Əziz xanımlar, hər gün özünüzü rahat, komfortlu, xoşbəxt hiss etmək istəyirsinizsə, o zaman Kotex qadın bezlərindən istifadə edin.
Qəlbimin vurğuları simlərin ucundadır. Qəlbimin vurğuları içimi oynadı. Qəlbimin vurğuları simlərin ucundadır. Qəlbimin vurğuları içimi oynadı. Mən həsrətəm gözlərinlə, amma inan hər bir nəfəs sən. Qəlbimin ümmanısan mənə, həyat dolu həvəs sən. Uzaqlarda, dağlarda yalanlar, eşkimizin sevdələrin arındımlarda arzularım yatır. Uzaqlarda, qəlbimizin alovunda səslənəcək qəlbələrin arındımlarda izlərimiz qalır. Qəlbimin vurğuları simlərin ucundadır. Qəlbimin vurğuları içimi oynadı. Qəlbimin vurğuları simlərin ucundadır. Qəlbimin vurğuları içimi oynadı. Bayra flamenco. Todo el mundo baile. Oh María, canta para usted. Qəlbimin vurğuları simlərin ucundadır. Qəlbimin vurğuları içimi oynadı. Qəlbimin vurğuları simlərin ucundadır. Qəlbimin vurğuları içimi oynadı. Qəlbimin vurğuları simlərin ucundadır. Qəlbimin vurğuları içimi oynadı. İçimi oynadı. Doğrudan da Raşik müəllim, mənlə razısınız və bu dəqiqə bizi izləyən bütün tamaşaçılarımıza buradan deyirəm ki, siz də mənlə razısınız ki, Məryəm xanımdan bir gözəl enerji gəldi. Bu həmi bir idman oldu, rəqs elədik, həmi gözəl bir enerji aldıq, həm də eyni zamanda gözəl bir ifasıyla sizə ötürdü. Çox sağ olun Məryəm xanım, təşəkkür edirəm. Çox sağ olun. Var olasınız, mən hər zaman arxaladacağım və efirimizə sizi dəvət edəcəm. Siz də 4-cü mərtəbədə yerləşirsiniz liftsiz. Maşallah, idmandır da. O da idmandır. O da idmandır, bəli. Elə geri gəlmiş ki, idmanla bağlı olaraq onu da vurğulamaq istəyirəm ki, hal-hazırda bayramdan sonradır və bayramdan sonra tərəziyə hamı çıxır və gözlər, başlarını tuturlar ki, vay, kilo almışam və bu suallarla mənə bu arada Instagram səhifəmə həddən artıq çox suallar gəldi ki, nə edək ki, bu bayramdan sonra tez bir şəkildə, sürətli bir şəkildə o yığdığımız çəkiləri verək. Təbii ki, sürətli çəkilərə getməyə hə demirəm, amma əgər bu çəkilər qısa bir müddətə yığılıbsa, deməli, burada ödəm var, durğunluq var və köp nəticəsində ola bilər. Və mənim əziz tamaşaçılarım, əgər sizdə köp, diskomfort, belə deyək də, qaz deyək, mədədə narahatçılıq varsa, o zaman sizə bir rahat, deyərdim, detoks çay məsləhət görüb, tərkibi çox asandır. Hətta burada studiyamda da onun məhsulları var. Alma, portakal, limon, kivi, darçın, yaşıl çay və zəfəran. Deməli, para alma, para portakal, para kivi və para limon. Para limon hamısını doğrayırıq, bir böyük termosa yığırıq. Üzərinə 2 dənə darçın çubuğu atırıq. Harca bir 10 ədəd zəfəran atırıq və bir xörək qaşığına kimi təbii yaşıl çay. Bunun qəşəng termosda dəmləyirik. Bir gün ərzində yalnız bunu içirik. O kilolardan tez bir zamanda azad olmağınızı arzu edirəm və mən sizin həkim diyetoloqunuz olaraq hər zaman çalışıram sizə faydalı olum.
Bu arada nəzərinizə çatdırmaq istəyirəm ki, bu yaxınlardan Şəfalayat Coffee and Healthy Foodumuzda xanımlar üçün möhtəşəm bir tədbir keçirildi və o tədbirin əsas məqsədi oydu ki, biz xanımlara faydalı məsləhətlərimizi verək, sağlam qidalanma haqqında danışaq, psixoloji olaraq dəstək olar və həyatlarına motivasiya edək ki, onlar sağlam həyat nə olduğunu bilərək o sağlam həyata addım etsinlər. Çünki ən önəmli odur ki, insan kilolardan azad olmasın. Ən önəmli odur ki, insan sağlam və şəfalı və sağlıqlı şəkildə kilolardan azad olaraq həyatını dəyişsin. Əgər bizim həyatımız dəyişirsə, o zaman hər şeyimiz dəyişir. Nə barədə? Yəni artıq biz o uğurlarımıza, məqsədlərimizə doğru gedirik və tez bir zamanda uğurlarımızı əldə edirik. Amma onu da vurğulamaq istəyirəm ki, bəzi vaxtı o uğurlarımıza gedəndə yolda olduğun maneələrdən qorxmayaq və yolda aldığımız nəticələrimizi dəyərsiz etməyək. Hətta 1 kilo gedəndə də ona da sevinək, 10 kiloda gedəndə ona sevinək. Onunla bərabər əldə etdiyimiz uğurları da dəyərləndirək. Onu da vurğuladım ki, mənə həddən artıq çox xarici ölkələrdə Azərbaycanlılarımız harada ki, Rusiyada yaşayan Azərbaycanlılarımız, xaricdə yaşayan Azərbaycanlılar həddən artıq çox müraciət edirlər onlayn şəkildə və doğrudan da sözün əsl mənasında o qədər gözəl nəticələr alırıq. Hər bir kəsə, kim ki Bakıda, kim ki Azərbaycanda, kim ki Azərbaycanın kənarda bizim Şəfalayatı verilişi izləyir və hər zaman mənə güvənərək müraciət edirsiniz. Təşəkkür edirəm, var olasınız. Mən də hər zaman sizə üçün çalışıram. İstəyirəm elə bu anda keçid alaq bizim Şəfalayat Coffee and Healthy Foodda keçirilən təlimimizə. Elə ondan sonra da verilişimizi davam edəcəyik. Mən sizin həkim diyetoloq Şafa Yadigarova olaraq mütəmadi hər kəsə sağlam qidalanma, sağlam həyata təbliğ edirəm və hər birinizi çağırış edirəm ki, həyatınızı gözəl, xoşbəxt görmək istəyirsinizsə, birinci növbədə hər şey qidalanmadan başlayır və sağlam qidalanma hardadır? Elə birinci növbədə Şəfalayat Coffee and Healthy Food. Burada yeməklərimiz, tamlarımız, sağlıqlı içkilərimiz hamısı sağlıqlıdır. Hər biriniz gəlirsiniz, burada gözəl zaman keçirsiniz, gözəl musiqilərə qulaqsınız və təbii ki, sağlam qidalanırsınız. Mən öz adımdan qeyd edirəm ki, çox sevindirici haldır ki, bugün bu gözəl gündə iştirak edirik. Sizə uğurlar arzulayıram. Qadınları hər zaman gözəlləşdirirsiniz. Həm sağlamlıq cəhətdən bu gözəl məkanınız da qadınlara çox faydalı bir yerdir. Sizə yalnız və yalnız uğurlar arzulayıram və bütün qadınlarımıza da yalnız və yalnız gözəl günlər, gözəlliklər və sağlam həyat arzulayıram. Hər bir xanıma gözəl günlər, gözəl, ən əsası da hər zaman vurğuladığım kimi gözəl qamət, gözəl duruş arzulayıram. Çünki bayaq da qeyd elədiniz, gözəl geyim, nə qədər gözəl olsa da, nə qədər incə olsanız da, qamətiniz gözəl deyirsə, o paltar da, libas da gözəl görsənməyəcək. Ona görə əsas can sağlığı, sağlam qamət, sağlam ruh arzulayıram hər birinizə. Şəfalayat Coffee and Healthy Foodda olan bütün yeməklər, bütün menyular şəxsən mənim müəllif mən olaraq tərtib olunur. Nəyə görə? Çünki biz sizi düşünürük, sizin sağlamlığınız bizim üçün önəmlidir və əgər bir ailədə qadın sağlamdırsa, deməli ailə də sağlamdır. Rafiq müəllim, mən də dəfələrlə suallarla müraciət edir. Hətta bizim Şəfalayat verilişimizi izləyən tamaşaçılar sual verirlər ki, nə dərəcədə bu sizin bezləriniz deyilən bambuklu bezlər və digər bezlər uşaqlarda gələcəkdə sonsuzluq yaratmır. Çünki hər ananın qorxusu odur ki, ay bir də mənim gələcəkdə uşağımda sonsuzluq olar, istəyər oğlan, istəyər qız. Tərkibində nə var ki, məhz bu problemlər yaratmır? Yəni gəlin ilk öncə sonsuzluğun nə yarada bilər, onun haqqında danışaq. Yəni sonsuzluq niyə ola bilər? Əslində bu bezlərin sonsuzluq yaratması haqqında yəni mən həmişə deyirəm, elmi heç bir əsası yoxdur və ya dəlil yoxdur daha doğrusu. Amma yəni tətikləyə biləcək şeyləri var. Simptomlarını ya da və ya yan etkiləri ola bilər. Bunlar da nələrdir? Bezlər əgər keyfiyyətli olmasa və hava keçirən olmasa, sonra daha
keyfiyyətli məhsullardan istifadə olunmasa, bunlar bu riski yarada bilər bir növ. Bunu uroloqlar daha çox bu mövzunun haqqında danışırlar. Burada da mövzu nədir? Hava keçirən olmasının önəmi nədir? Hava keçirən olmasa içəridə o isinmə gedir. İsinmə gedəndə o parnik effekti yenə öz işini görür demək olar içəridə. Və biz də bəzən biraz da qənaət etmək üçün gec-gec dəyişməyə başlayırıq bezləri. Analar onu istəyir ki, gec dəyişsin ki, qənaət etsin. Və o daha çox içəridə isinmə gedir və bu da birbaşa ona təsiri ola bilər. Amma oğlan uşaqlar üçün daha çox bunun təsiri ola bilir, deyirlər uroloqlar. Amma bizim bezlərin tərkibində yəni heç bir kimyəvi maddə olmadığına görə, hava keçirən olduğuna görə və təbii məhsullardan istifadə olunduğuna görə, istəyir pambıq olsun, istəyir bambuk özəlliyi olsun, bunlar birbaşa yəni bunun qarşısını alır və buna əsas verəcək heç bir şey yoxdur. Yəni, Amma 25 il bundan qabaq pambuklu yox. Yox, onda pambuk yox idi. Onda tamamilə insan, yenə deyirəm, bizim bu innovasiyalar belə birdən-bir olmur ki. Bunların hamısı zaman keçdikcə tələbata uyğun olaraq gəlir. Həm də təcrübələr keçirilir, yeniliklər. Laboratoriyalar, yəni bizim dünyanın dörd bir yerində fərqli-fərqli laboratoriyalar var. Yəni orada insanlar boşu-boşuna işləmir. Onlar araşdırma aparır. Yəni ehtiyaclar nəsə ondan yola çıxaraq yeni bir şeylər düşünürlər. Yəni bambukun özəlliyi nədir? Bu bambukun internetdən də araşdırma olar ki, bambuk heç bir şəkildə özündə bakteriya saxlamır. Bambuk özündən qat-qat artıq maye hopdurma, yəni maye əmmə gücünə malikdir. Hava keçirən özəlliyi var. Yəni bunların hamısının araşdırandan sonra görürsünüz ki, bunu əgər biz bezlərimizə tətbiq etsək, daha da keyfiyyətli bir bezə əldə etmiş olaraq. Bu da ondan yola çıxaraq istehsal olunub. Təşəkkür edirəm. Buyurun. Yastıqlar da bambukdur da. Bəli, niyə? Tərkibi çox gözəldir. Onu da deyim ki, bambukun bitmə dövrü var. Məsələn, onun kökü əkirsən, o bir neçə il ancaq kökünə verir. Amma onun böyüməyinə çox az bir vaxtda böyüyür. Amma əsas onun köküdür. Ona görə də hər şey kökündən yaxşı olmalıdır və biz evladlarımızın kökündən, binövrəsini düzgün etməliyik. Sonra nə etsək belə o faydası olar, amma o dərəcədə yox. Əziz analar, onu da vurğulamaq istəyirəm ki, evladlarımıza binövrəsindən vaxt ayıraq, dəyər verək. Biz hər zaman evladlarımız üçün çalışırıq, amma bəzi vaxtı bilməməkdən bunu edirik. Ona görə də elə şəfaət verilişimiz hər zaman var. Mən bəzi vaxtda deyirəm ki, mənim indi 20 yaşım olardı. Belə bir verilişi izləyərdim və həyatımı tamamilə başqa cürə yaşayardım. Bəzi məqamlarımı başqa cürə yaşayaram. Düzdür, bir dəfə bir verilişdə dedim ki, necə yaşayıbsınız siz? Kaşkən, yoxsa nə yaxşı? Düzdür, çox vaxtı nə yaxşı yaşayırıq. Amma bəzi vaxtı yəqin ki, siz də mənimlə razılaşasınız ki, kaşkən deyirik. Bax, elə o kaşkəni deməmək üçün hər zaman şəfaət verilişimizi izləyin. Faydalı məsləhətlərimizi buradan eşidin və evladlarımıza, əzizlərimizə dəyər verin. Bir məqamı toxunacağım, bunu mütləq deməliyəm. Mən bilirsiniz ki, hər zaman səmimi bir insanam və səmiyyətlə buradayım. Artıq 8 ildir verilişimiz efirdədir. Bəzi insanlar deyir ki, hər şey məsələn, maddi tərəfdədir. Bəzi insanlar deyir ki, hər şey komfortun üzərindədir. Amma mən bir məqamı deyəcəm. Bu yaxınlardan ailəmlə çıxdım gəzintiyə və o gəzintidə inansın ki, heç ümumiyyətlə maddiyyat önəm təşkil etmədi. Doğrudan deyim, bilirsiniz nə aldıq, yedik, inanmazsınız. Adicə şabalıt, qovrulmuş şabalıt aldıq. Qiymətini də deməyəcəm, çox cüzidir. Amma ondan o qədər ailəlicə zövq aldıq. Və o anda mən başa düşdüm ki, insan içində, qəlbində xoşbəxt olmalıdır. Hər bir xanım özünü tapmağa çalışmalıdır. Özümüzü, hər xanım özümüzü tapsaq, biz ailəmizi də, yoldaşımızı da, evladlarımızı da xoşbəxt edəcək. Odur ki, mənim əzizlərim, əziz xanım, bu dedim, hətta o qədər səmimi gəldi, yəqin ki, onu duydunuz. Qoy, bütün xanımların ürəklərində səmiyyət olsun, sevgi olsun, özümüzə sevgi, hər zaman özümüzü tapa bilək. Biz özümüzü tapsaq, inanın ki, ətrafımız da xoşbəxt olacaq, yoldaşımız da xoşbəxt olacaq, evladlarımız da uğurlu, xoşbəxt olacaq. Hər şey yalnız maddiyyət deyil, hər şey bilirsiniz nədir? İçimizdə olan xoşbəxt anları dəyərləndirmək. Odur ki, bu öz təcrübəmdən bugün sizlə belə bir səmimi məqamda sizlə artıq ayrılıram. Düşünürəm ki, bugünkü veriliş hər birimiz üçün faydalı oldu. Hər birimizi sevə-sevə bugünlük sağollaşıram. Növbəti efirlərdə görüşənədək hər bazar günü ARB kanalında saat 2-də bizi, bütün komandamızı, bizim qonaqlarımızı və şəfalı həyatı izləyin. Artıq keçirik sonuncu ifamıza və Məryəm xanım Şabanovanın sonuncu ifasıyla bugünkü verilişimiz sona çatdı. Sağ olun, sağlıqla qalın.
Gelsin dostlarım gelsin haraya, dolsun patalar gelsin araya. Geller sevinsin çehreler gülsün, bayram nefesi eli bürüsün. Yansın çıraqlar gülsün, dodaqlar şen geçir bayramımız. Mehme oxuyak rəqsdən, yorulub sevinsin dostlarımız. Bayram gəlir, sevinç yüksəlir. Bayram gəlir, sevinç yüksəlir. Bayram gəlir. Gülüşlərin cingiltisi zamanlara ucalsın. Süfrəmizin bərəkətli gündən günə çoxalsın. Bu bayramın qədəmləri xoş günlərə yol açsın. Qəlbimizin arzuları ruhumuzu oyatsın. Bayram yaraşır ellərimizə, sevinç yaraşır gözlərimizə. Olsun qədərlər deyilsin dostlar, birgə keçirsin bayramı dostlar. Yansın çıraqlar gülsün, dodaqlar şən keçir bayramımız. Nəğmə oxuyak rəqsdən, yorulub sevinsin dostlarımız. Bayram gəlir, sevinç yüksəlir. Bayram gəlir, sevinç yüksəlir. Bayram gəlir, sevinç yüksəlir. Gülüşlərin cingiltisi zamanlara ucalsın. Süfrəmizin bərəkətli gündən günə çoxalsın. Bu bayramın qədəmləri xoş günlərə yol açsın. Qəlbimizin arzuları ruhumuzu oyatsın. Bayram gəlir, sevinç yüksəlir. Bayram gəlir, sevinç yüksəlir. Bayram gəlir, sevinç yüksəlir. Gülüşlərin cingiltisi zamanlara ucalsın. Süfrəmizin bərəkətli gündən günə çoxalsın. Bu bayramın qədəmləri xoş günlərə yol açsın. Qəlbimizin arzuları ruhumuzu oyatsın. Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu, Huggies uşaq bezlərinin xüsusi sponsorluğu, Kotex qadın bezlərinin sponsorluğu ilə bitdi.